Greenleaf Korporasiyasının bizlərə, bizim ailəmizə, yaxınlarımıza inanılmaz qədər çoxlu faydaların verməsi və maddi durumumuzun digər qurumlarda, digər yerlərdə işləməyimizə baxmayaraq, bizim işimizə təsir göstərmədən artırılması sistemi çox böyük əhəmiyyət kəsb edir. Həm ekoloji təmiz məhsulların bizlərə təqdim edilməsi, həm də maddi vəziyyətimizin müxtəlif gəlir növləri ilə artırılması, eyni zamanda səyahətlərin şirkətin üzvləri partnyorlara təqdim edilməsi böyük bir əhəmiyyətə malikdir. Şirkətə pul qazanmaq üçün hər birimiz marketinqi bilməliyik və bu marketinqin əsas gəlirlərinin, əsas pulun hardan gəlməsini bilməliyik və bilməliyik ki, şirkət bizə nədən bu pulu ödəyir və bu proses necə baş verir. Ümumiyyətlə, bu prosesin qanuni və yaxud qeyri-qanuni yolla baş verməsi çox hər kəsi maraqlandıran bir məsələdir. Və siz bilməlisiniz ki, elə bir şirkətlər vardır ki, piramida, qanunsuz bir yollarla insanları işə cəlb edir və onların bilməməzliyindən istifadə edərək pulların mənimsəyir və sonradan dövlət tərəfindən məsuliyyətə cəlb edilirlər. Lakin bu korporasiya tam fərqli olaraq fəaliyyət göstərir. 27 ildir ki, artıq fəaliyyət göstərir bu korporasiya dünyada və 40-dan artıq ölkədə rəsmi baş ofisləri, servis mərkəzləri, nümayəndəlikləri vardır. İnanın mənə, marketinq bilikləri sizə strukturlarınızı qurmağa inanılmaz dərəcədə çox kömək göstərəcək. Yeni gələnlərə danışarkən ortaya çıxan demək olar ki, bütün etirazlar marketinqi öyrəndikdən sonra qazandığınız biliklərlə aradan qaldırılacaq. Bu mövzunu biz nəzərdən keçirərsək, bugün Greenleaf şirkətinin marketinq planı üzrə qısa məlumat verəcəyik və bu məlumatları daha dərindən dinləməyiniz tövsiyə olunur. Ən vacib məqam burada bizim marketinq sistemimizin yığıcı olması, akkumulyativ olması, toplam sistem olmasıdır. Başqa şirkətlərdən fərqli olaraq hər bir tərəfdaş şirkətə daxil olduğu ilk gündən ballar, bonuslar qazanır. Bu ballar burada PV şəklində, yəni beynəlxalq şirkət olduğu üçün PV formasında, PV isə $1 bərabərdir. Bizim pula çevirəndə 1 manat 70 qəpik. Bizim marketinq hibrid sistemdir. Bu sistem şirkətlərin bir çoxunda yoxdur. Çünki sərf etmir həmin sistemlə işləmək, çünki böyük maliyyə vəsaiti tələb edilir. Lakin bizdə korporasiya olduğu üçün bunların hamısının ödənilməsinin öhdəsindən gəlir bu korporasiya və sistem hibrid sistemidir. Yəni binar və klassik sistemləri, modelləri birlikdə birləşdirir. Şirkət, yəni marketinqlə məşğul olan insanlar bilirlər ki, şirkətlərin əksəriyyətində ya binar sistemi fəaliyyət göstərməkdədir, ya klassik, ya da ümumiyyətlə heç biri. Lakin burada hibrid sistemidir, yəni hər bir sistemi özündə birləşdirir, həm binar, həm klassiki. Binar struktur sonsuzluğa qədər böyüyə bilər, yəni orada məhdudiyyət qoyulmur. Ümumiyyətlə, bu şirkətdə hər hansı bir məhdudiyyətin qoyulması nəzərdə tutulmur. Məcburiyyət yoxdur, balların silinməsi yoxdur. Statusun qalxıbsa da
bu status heç zaman enmir. Bonuslar artırsa da daha da çox artmağa davam edir və statuslarınız yüksəldikcə siz əlavə gəlirlərdən başqa aylıq şirkət tərəfindən maaşlar alırsınız. Şirkətə qoşulandan sonra müqavilə imzalayan şəxsin pozisiyası sistemdə daimi olaraq saxlanılır. Daimi dedikdə 90 illik həmin sistemdən istifadə olunmağınız üçün sizə şəxsi kabinet təqdim olunur. Həmin şəxsi kabineti siz vərəsəlik yolu ilə özünüzün övladlarınıza, nəvənizə miras qoya bilirsiniz. Şirkətdə səviyyə bonusları və gündəlik bonuslar da mövcuddur. İstənilən vaxt paket yüksəlməsi edilə bilər. Yəni, aşağı paketdən daxil olmusunuzsa, daha yuxarı paketə qalxa bilirsiniz. Buna upgrade deyilir. Və eyni zamanda bundan əlavə şirkət servis mərkəzlərinin açılmasını və ictimai pərakəndə satış olan mağazaların artırılmasını dəstəklədiyi üçün buradan da həm sizə şərait yaradır ki, siz servis mərkəzləri açasınız, mağazalar açasınız. Digər şirkətlərdə bunlar yoxdur, bunlar özləri bunları işlədirlər. Lakin burada servis mərkəzləri partnyorlar, distributorlar tərəfindən açılır və onlara rəhbərlik partnyorlar tərəfindən həyata keçirilir. Buna korporasiya icazə verir. Və bundan əlavə siz heç bir problem olmadan, heç bir məsuliyyət daşımadan şirkətin adından servis mərkəzini işlədirsiniz və özünüzün qazanclarınızı artırırsınız. Gündəlik bonuslar var və aylıq bonuslar. Bunların ümumilikdə 12 növdür. Gündəlik bonuslar referal bonusu, səviyyə bonusu, komanda bonusudur. Referal bonusu şirkətin sizə yeni insan dəvət etdiyinizə və onu öz strukturunuza qeydiyyata keçdikdən sonra verdiyi ödənişdir. Bu ödəniş, bu bonus dəvət etdiyiniz şəxsin paketində olan PV məbləğinin, PV dəyərinin 5%-ni təşkil edir. Marketinq planının hər zaman platinum paketi üzərində izah ediləcək. Çünki platinum paketi daimi şəxslərin tez-tez istifadə etdiyi, tez-tez bu paketdən şirkətə tərəfdaş kimi qəbul etdiyi izlənilir. Ona görə də bu paketlə biz qalan məsələləri sizlərə çatdıracaq. Bildiyiniz kimi şirkətə qoşulmağın 6 fərqli paketi var. Onlardan 3-ü istehlakçı paketidir, müştəri paketi, digər 3-ü isə biznes paketidir. Biz daha çox gəlirlərin olduğu paketlərin biznes paketi olduğu üçün həmin məsələ ilə bağlı sizə platinum paketindən, yəni biznes paketinin ilkin giriş paketindən başlayacaq izah etməyə. Beləliklə, birinci bonus referal bonusdur. Greenleaf şirkətinin gündəlik bonuslarını izah edərkən demək lazımdır ki, bu gündəlik bonusu, məsələn, platinum paketindən daxil olmusunuz, 720 manat investisiya qoymusunuz, sizə dərhal şirkət tərəfindən hədiyyələr verilir. Həmin məbləğdən də çox. Və siz şirkətin yeni üzvü olduqdan sonra başlayırsınız özünüzdən başqa şirkətə insanları dəvət etmək. Yəni, mən burada demirəm ki, sizin şirkət tərəfindən 50% endirim verilir bütün məhsullara. Bunları danışmıram. Bunlar barədə məlumatlarınız var. Mən marketinq məsələsindən danışıram. Yəni, sata bilirsiniz bunu, məhsulları oradan alıb özünüz istifadə edirsiniz. Bunlara görə əlavə qazanclarınız var. Bunlar heç. Mən dediyim məsələ marketinqlə bağlı olduğu üçün qeyd edirəm ki, bu zaman şirkət siz bir nəfər dəvət etdiniz, sizə 5%
məbləğdə ödəniş edir. Bu da hesabladıqca 275 PV-ni vurursunuz 5%, onu da vurursunuz 1 manat 70 qəpiyə və alınır 23 manat 37 qəpik. Bunun da 5% vergiyə çıxanda 22 manat 20 qəpik təşkil edir. Hər dəvət etdiyiniz şəxsə görə sizə şirkət hər dəfə, hər gün 22 manat 20 qəpik ödəyir. Bir nəfər dəvət etdiniz 22 manat 20 qəpik. 10 nəfər dəvət etdiniz 220 manat. Və sair və ilaxır. Və bundan başqa digər bonuslar da var. Bunların komanda bonuslar deyilir. Kiçik iki dənə vetkanız var. Bir solda, biri sağda. Həm hansındakı kiçik vetkadır, yəni insanların sayı azdır. Orada komanda ya adam gəldikdə sizə əlavə 44 manat pul ödənilir və üçbucaq yarandıqda, xətt bağlandıqda sizə şirkət tərəfindən yenə də xətt bonusu verilir. Hansı ki bu bonus yeganə şirkətdir ki, Greenleaf şirkətində verilir. Digər şirkətlərdə olsa da 1000-də, 10.000-də bir şirkətdə ola ya olmaya. Bu da 149 manat 60 qəpik təşkil edir. 5%-ni çıxanda 142 manat. Yəni sizin 2 nəfər adamı dəvət etməyiniz artıq 200 manat, 230 manat məbləğində hesabınıza pulun oturulması deməkdir. Səviyyə bonusu $88 təşkil edir və sonra burada digər şirkətlərdən daha üstün cashback var. 10% də cashback qazanmış olursunuz. Cashbackdən başqa da siz hər hansı bir məhsulu aldıqda çekdən də ƏDV gəlirlərini də alırsınız. Bunların hamısı sizin yalnız və yalnız gəlirləriniz hesab edilir. Və duplikasiyanın gücündən danışarkən burada daha sonra siz öz tərəfdaşlarınızı öyrədirsiniz. Onlar da eyni adamları, eyni addımları təkrarlayır, çağırır insanları. Məsələn, sizin dəvət etdiyiniz dost da 2 nəfər dəvət etdikdə, platinum paketli ilə həmin adamlar daxil olduqda, sizin də onunla birlikdə qazancınız əmələ gəlir. Yəni, siz dəvət etməmisiniz. Sizin çağırdığınız adam dəvət edib, ona baxmayaraq siz yenə də gəlir əldə edirsiniz. Bir dənə dəvət etmə bonusundan başqa digər gəlirlər hamısı sizin hesabınıza oturur. Və bonuslarınız da getdikcə artır. Bu bonuslar da gəlir 44.200-ə çatanda solda və sağda. Sizin şirkət tərəfindən statusunuz qaldırılır və hər ay gəlirlərdən başqa sizlərə 650 manat, 850 manat arasında pulların ödənilməsi təmin edilir. İndi siz baxın, siz platina ilə girmişsiniz. Platinadan yuxarıda brilyant da var, korona da var. Bu platinada 10%-dirsə, brilyantda 12%, koronada 15%-dir. Və orada da qazanclar daha artıq olur. 230 manat əgər 2 nəfərə görə siz 10%-lik paketdə almışsınızsa, görün brilyantda 12%-dir və koronada 15%-dir gəlir. Baxın, görün nə qədər artır burada gəlirlər. Hesab eləyin. Bu marketingin gəlirlərinin yalnız ilkin 3 növüdür və 12-13 gəlirləri var axı. Görün nə qədər siz əlavə gəlirlər burada əldə edə bilirsiniz. Bu gəlirlərdən hər ay şirkət sizə bina strukturunuzda olan bütün insanların alışlarından 0,5% də ödəyir. Kim tərəfindən dəvət edildiklərinin fərqi yoxdur. İstər siz, istərsə sizin komandanız olsun. Yuxarı
olan sponsor tərəfindən dəvət edilmiş olsun, istər sizin çağırdığınız adamlar tərəfindən gəlmiş, ümumiyyətlə nə qədər komandanızda 50-ci dərəcəyə qədər olan insanlar varsa, bunların hər birinin 0,5% gəliri sizin hesabınıza daxil olur. Bu marketinqin ən böyük üstünlüklərindən biri odur ki, siz hətta bir nəfəri belə dəvət etməmisinizsə, sizə yuxarı sponsorunuzun qurduğu struktur bir ayda, bir neçə ayda böyüməyə başlayır və bir budaq üzrə bir ayaqda belə böyüməyə davam edir. Digər şirkətlərdə bunlar yoxdur qeyd etdiyimiz kimi. Bir ayaqda belə böyüyən komandanızdan sizə ayda cəmi 15 pivlik siz məhsul əldə etdikdə servis mərkəzlərindən bütün onların da 0,5'lik gəliri hesablanır və sizin hesabınıza, yəni bonuslarınıza yüksəlməyə, artmağa davam etdirilir. Bu çox böyük üstünlükdür. Cashback'dən də sizlərə məlumat verdik. Yadda saxlayın, şirkətə daxil olduqda siz artıq məhsulları 50% endirimlə alırsınız. Üstəlik bu 10% də cashback olanda bu nə qədər eləyir? 60% qədər güzəşt əldə etmiş olursunuz. Məhz bu səbəbdən Greenleaf şirkətinin marketinq planı çox gəlirli və unikal hesab edilir. Çünki burada eyni anda bir neçə bonus sistemi işləyir və onların bəziləri başqa şirkətlərdə ümumiyyətlə yoxdur. Ən əsası isə bu yığılan marketinq sistemidir. 7-ci bonusumuz bizim voucher bonusudur, kupon bonusudur. Siz şirkətə qoşularkən biznesə daxil oldunuz, öz biznes paketinizi seçdiniz. Biz də bugün paket haqqında danışmırıq. Siz şirkətə qoşulmaqda hazır biznes əldə etdiniz. Üstəlik şirkət sizə mükafatlar olaraq voucher kuponu hədiyyə edir. Yəni onları siz əlavə hər hansı bir pulla almırsınız. Sizə hədiyyə olunur bunlar. Bu voucherin dəyəri Platina paketində 2500 manat təşkil edir. Bəs voucher nədir? Bu kupon sayəsində siz şirkətin xüsusi kupon məhsullarını 50% endirimlə ala bilirsiniz. Yəni məhsulun pərakəndə qiymətinin yarısını siz real pulla ödəyirsiniz, digər yarısını isə sizin əvəzinizə paketinizdə olan, hesabınızda olan həmin o kuponlar, voucherlər vasitəsilə çıxılır. Əgər siz satışla məşğul deyilsinizsə, bunlar çox müddət çəkir. Ya siz mağazanız varsa, hər hansı bir servis mərkəziniz varsa, daha çox istifadə edilir bunlardan, amma bunlardan heç də narahat olmaq lazım deyil. Çünki sizə onları bitdikdən sonra satırlar və dəyəri çox ucuz qiymətə bir məbləğdə satılır. Çox qəpik, quruş formasında. Heç onları hiss eləmədən belə alırsınız. Şirkət bunu da düşünür. Voucherin çox ucuz qiymətə sizlərə təqdim edir. Məhz burada 7-ci bonus işə düşür. Şirkət deyir ki, sən böyük struktur qurubsan və sənin altındakı insanlar voucher aldıqda sən bu voucher satışlarından da gəlir əldə etməlisiniz. Bu voucherlərin satışından 2% gəlir əldə edəcəksiniz. Siz də 40-cı səviyyəyədək. Bu da milyonlarla adam deməkdir. Bu daha bir pasiv gəlir mənbəyidir. Siz bir dəfə strukturu qurursunuz, o böyüyür, siz rütbələrə, ranglara yüksəlirsiniz. İnsanlar isə daim kimisə 6 ayda, kimisə ildə bir dəfə voucher alır. Siz isə hər dəfə bu satışlardan 2% gəlir əldə edirsiniz. Bu şirkətin çoxlu, güclü və sabit gəlir sistemlərindən biri hesab edilir. Şirkətə gələndə və marketinq planını öyrənəndə əsas məqsədiniz nədir? Əlbəttə ki, birinci rütbə menecer səviyyəsinə çatmaqdır. Yəni burada da rütbələr çoxludur. Birinci vəzifə menecerdir, sonra baş menecer, direktor, baş direktor və ulduz direktorları, düz 6 ulduza qədər, 1-ci, 2-ci, 3-cü, 5-ci, 6-cı ulduz direktorlara qədər vəzifələrin böyüməsi nəzərdə tutulubdur.
Bu pasif gəlirin başlanğıcıdır yenidən. Siz lider olursunuz. Sadə hesabla 44.200 PV qazandınız paketdə və burada hesablayanda biz qeyd etmək lazımdır ki, 275 PV alır hər kəs paket platinədən gəldikdə sizin komandanıza və bunları hesabladıqca bunlar 161 nəfər edir. Daha doğrusu desək 161 account. Yəni çünki bir nəfər təkcə bir accountdan yox, bir neçə accountdan da istifadə edib və həmin accountları alıb şirkətin bir neçə üzvü ola bilər, tək bir nəfər. Bu da gələcək mövzularda sizə izah olunacaqdır. Bildiyiniz kimi burada siz başlaya bilərsiniz üç bucaqdan, qızıl üç bucaq deyirlər ona. Yəni yuxarıda da sizsiz, solda da, sağda da sizin akkauntunuzdur və burada gəlirlər daha da, yəni çoxalaraq 3-ə vurulur. Bunların da sistemini sizlərə izah edəcəyik. Ona görə bizimlə əlaqədə olun, bizimlə komandada bir olun və birlikdə qazanaq, birlikdə irəli gedək, birlikdə statuslarımızı artıraq, səyahətlər edək və daha çox tanışlar əldə edək. Sağ olun, görüşlərədək.